Qəsəbəyə, işlədiyi məktəbə üz tutduq. Kimdən adını soruşduqsa, hamı haqqında xoş sözlər dedi. Elə şagirdləri də. Sevda müəllim idi. Bizim ibtidai müəllimimiz olmuşdu. Bilmirik, dedilər ki, ürəyi tutub. Yaxşı müəllim idi, gözəl müəllim idi. Mən dərs başı salmasız adı, hər şey yaxşı idi. Qaradağ rayonu Korgöz qəsəbəsində 29 ildir ibtidai sinif müəlliməsi işləyən Sevda Həsənova dünən elə dərs dediyi sinif otağında dünyasını dəyişib. Bu məktəbdə işləyirəm də, mən də dünən eşitdim, çox pis oldu. Müəllimə çox gözəl müəllim idi, valla. Hadisə necə baş verdi? Valla orada mən gəldim, gördüm hadisə olub, mən orada olmamışdım, hadisə baş verdim. Eşitdim ki, dünyasını dəyişib. Çox gözəl müəllim idi, onun üçün bəlkə burada heç müəllim, hamısı yaxşı, çox bambaşqa bir müəllim idi. Bu kənddə, bu qəsəbədə Sevda müəlliməni sevməyən yoxdur. Şagirdləri bizə onun evini nişan verir. Necə bir insan olasan ki, 46 illik ömrə bu qədər insanın sevgisini qazanasan. Dünən dərs zamanı dünyasını dəyişən Sevda müəllimənin kəndində, Sevda müəllimənin ailəsindəyik. Elmira müəllimə zəng eləmişdi. Gəlbəs, Sevda, vəziyyəti pisdir. Getdim, gördüm, keçilir bir şey yoxdur həyatda. Sevda müəlliməni illərdir dərsə qaynatası aparıb gətirib. Elə hadisə baş verən günü də səhər məktəbə sağ-salamat apardığı gəlininin ölüm xəbərini də ilk qaynatası alıb. Biri 15 dağ işləmiş, dərsdən çıxır. Uşaqlar deyir ki, gedək Sevda müəllimi çağıraq da gəlsin. Dedim, indi gələcəkdi özü. Heç 2 dağa çəkmədi ya. Bir də gördüm məktəbdə vaşivan qalxdı da. Dedilər Sevda, mən də bilmirəm hansı, orada 3 dənə Sevda var. Məktəbdə 3 dənə müəllimə var Sevda. Ağlınıza gəlmədi. Ağlıma gəlmir. Mən qaçdım, qışlarım tutuldu, oturdum, özümdən getmişdim. Gəldim, açdım, gördüm ki, elə belə də qalıb ortalıqda. 1 saat yarımacan heç skoru gəlib çıxmadı. Gəlmir skoru təcil. 3 övlad anası olan müəllimənin ürəyində problem olub. Bir müddət əvvəl ona stent qoyulub. Yaxınları deyirlər ki, əməliyyatdan sonra sağlamlıqla bağlı heç bir şikayəti olmayıb. Direktor görüb ki, yıxılıb kameradan. Gəlib görüb ki, yıxılıb, göyərib, keçinib, infarkt olub da. Bəs təhlükəni heç hiss eləməyib ya özü ki, yəni belə qəfildən ürəyində ağrı. Stenti var idi da ürəyində, həkimə getməli idi. Həmin günü saat 3-də həkimə getməli idi. Respublika Təcili və Təxirə Salınmaz Tibbi Yardım Mərkəzi isə Təcili Yardım Briqadasının hadisə yerinə gec gəlməsi iddiaları ilə razılaşmayıb. Qurumdan Xəzər xəbərə bildirildi ki, dünən saat 12:07-də mərkəzə çağırış daxil olub. Təcili Tibbi Yardım Briqadası saat 12:17-də hadisə yerinə çatıb. Çağırışa operativ reaksiya verilib və hər hansı gecikmə halı qeydə alınmayıb. Təcili Tibbi Yardım Briqadası tərəfindən bir nəfər qadının həkimə qədər ölüm faktı qeydə alınıb. Qeyd edək ki, faktla bağlı Qaradağ rayon prokurorluğunda araşdırma aparılır. Nigar Polad, Yusif Kərimli, Ramil İbrahimov, Xəzər xəbər.